Size bu videomuzda Rövşen Hocam'ın Zor Olsa Da Hayat Devam Ediyor kitabını kısaca tanıtmak istiyorum. Değerli hocam, bu kitabı insanlar neden okumalı? Bu kitapta nelerden bahsettiniz? Mən bilirəm ki, sənin ən favori kitablarındandır. Evet. Mənim də ən çox bəyəndiyim əsərlərdəndir. Hər bir insanın masa üstü bir kitabı olmalıdır. Kitabda toxunduğum mövzular bütün insanların qarşılaşdığı mövzulardır. Hamı üçün önəmli bir mövzulardır. Belə bir ifadə var. Yaşamağı heç bir zaman saxlamayın. Bizlər bir çox halda yaşamağı saxlayırıq. Bu problemin bitsin, ondan sonra yaxşı olacaq. Evet. Sanki həyat o problemdən sonra başlayır. Problem bitənə qədər olan həyatımız sanki bizim həyatımız deyil. Evet. Bəzən ağır xəstələrdə də olur. Bu xəstəliklə bir mücadilə edim, xəstəlik bitsin. Yəni sanki o xəstəlik bizim həyatımızın bir hissəsi deyil. Ancaq əslində həyat o ağ hissəsi ilə, qara hissəsi ilə bir yerdə bizim həyatımızdır. Həyatı heç bir zaman tətil etmək lazım deyil. Yaşamağı dayandırmaq lazım deyil. Və mənim ən çox müşahidə etdiyim hal budur ki, bir çox insanlar həyatını dayandırıblar. Aslında hayat zoru bu videoyu izleyen herkes diyordur yani. Belki de %95 diyordur. Hayat zor. Burada hemfikiriz. Ama devamı çok önemli. İşte bu kitabı okuyunca o fikrin devamını getirebiliyorsun. Gerçekten de hayat zor olabilir ama tüm zorluklara rağmen devam ediyor. Ve bu zorluklara rağmen nasıl devam etmeli? Nasıl bu zorluklarla baş edilmeli? Her yeri bulanık görüyorsan belki de gözlüğünü değiştirmen gerekir. Belki gözlüğün kirlidir diye. İşte bu kitap o gözlüğü değiştiren kitap arkadaşlar. Yani bu kitabı okuduktan sonra hayata baktığınız pencereyle okumadan önceki hayata baktığınız pencere çok farklı. Çok arkadaşım bu kitapla depresyondan çıktı, hayat hedefini buldu, içinde bulunduğu zor durumlarla baş etmeyi öğrendi. Bir nəfər gəlir həkimin yanına. Həkimə deyir ki, həkim mənim başım ağrıyır. Barmağımı vururam başım ağrıyır. Aha. Sonra deyir ki, mənim çiynim ağrıyır. Çünki deyir çiynimə toxunuram, çiynim ağrıyır, dizim ağrıyır. Bütün bədənim ağrıyır da. Barmağımı hara vururam, o yerim ağrıyır. Evet. Həkim bunu müayinə eləyir, başını, çiynini, ayağını, belini. Sonra buna deyir ki, sənin başın da sağlam, çiynin də sağlam, dizin də sağlam, sənin bədənində problem yox. Deyir, bax, həkim, bəs nəyə görə onda mənim bütün bədənim ağrıyır? Deyir, çünki sənin barmağın ağrıyır. Sənin barmağın ağrıdığına görə onu hara vurursansa o yerdə ağrıyır. Yəni, bəzən insanın problem o düşüncəsində olur, həyata baxışında olur. Psixoloji metodlar bunun düşüncəsini dəyişir, həyata baxışını dəyişir. Bizim həyatımızın 80% psixologiyadır. 80% bizim beynimizdə həll olunur, qəlbimizdə həll olunur. Aslında biraz da kendi kendine psikoterapi kitabı hocam bu. Yani okuyan insan terapiye gitmeden birçok problemini kendisi çözebiliyor. Mutlaka okumanızı tavsiye ediyoruz. İnşallah faydalı olacağına da eminiz.